Məktəbin həyətindəki 99 uşaq birinci cərgədə 3 nəfər və hər sonraki cərgədə əvvəlkindən 2 nəfər artıq olmaqla cərgələri düzülərək trapesiya formasını aldılar. Cərgələr paralel düz xəttlər boyuncadır və aralarındakı məsafə 2 metrdir. Hər cərgədəki uşaqlar arasındakı məsafələr də bərabərdir. Deməli, birinci sual belədir ki, bu 99 uşaq məktəbin həyətində neçə cərgəyə düzülür? Deməli, birinci cərgədə, təbii ki, bu cərgələrdəki uşaq sayı ədədi silsilə əmələ gətirir. A1, yəni birinci cərgəni A1 ilə desək, A1 3-ə bərabərdir, D 2-dir və ümumi cəm, yəni SN 99-dur. SN-in düsturunu yazsaq, SN bərabərdir 2A1 plus N-1 vur D bölü 2 vur N-dir, bərabər 99. 2A1 6-dır, 6 üstə gəlinsin, N-1 vurulsun 2, D bizdə 2-dir, bölünsün 2, vurulsun N. Burada 2'ye ixtisarləsək 3 plus olacaq, burada 2 plus N vurulsun N bərabər 99. 2 ilə gedəcək, yəni bu 6-dan 2'ye ixtisarləsək. Bu da ardıcıl ədədlərdir. Ardıcıl tək ədədlər təbii ki olmalıdır. N, N-2. Bunu kvadrat tənlik kimi də açıb yaza bilərik. Bu da N1 mənfi 11'dir. N2 9'dur. Deməli 9 cərgə vardır. Yəni bu axırıncı 9-cu cərgədir. Neçə cərgəyə düzülüb? Deməli 9 cərgəyə düzülüb. Cavab 9-dur. Axırıncı cərgənin uzunluğu 36 metr olarsa, uşaqların həyətdə tutduğu yerin, yəni trapesiyanın sahəsini tapın. Deməli, birinci cərgənin uzunluğu, axırıncı cərgənin uzunluğu 36-dır. Biz axırıncı cərgə, yəni 9-cu cərgənin də neçə şagird olduğunu tapmalıyıq. Birinci A9 bərabərdir A1 plus 8D, yəni 3 plus 16, necə 19. Deməli 19 nəfər vardır. 19 nəfər vardırsa, təbii ki 18 ara vardır. 36-nı biz 18'ə bölsək, şagirdlər arasındakı məsafə 2 metrdir. Yəni burada 2 metrdən bir şagirdlər düzüləcək. Onda birinci cərgədə 3 nəfər olduğundan, təbii ki burada 4 metr olacaq. 2 metr. Deməli trapesiyanın oturacaqları bəllidir. Bir də burada 9 sıra vardır. 9 sıra varsa, yəni burada 8 ara var və aralar 2 metrdir. Deməli burada hündürlük 8 vur 2 bərabərdir 16 olacaq. Oturacaqlar A4, B desək 36 olacaq. Onda sahə A plus B bölü 2 vur H olduğundan 36 ilə 4'ü toplasaq 40 bölü 2 20 vurulsun 16 eləyəcək 320. Deməli 320 kvadrat metr yer şagirdlər yer tutur məktəbin həyətində. 4-cü zərəyə uşaqların sayı 7-ci zərəyə uşaqların sayı neçə faiz azdır? Deməli A4 və A7-ni tapmalıyıq. A4 A1 plus 3D, A1 plus 6D, A1 3, D2 olduğundan deməli A4 9 olacaq, 3 plus D2 12, bu da 15 olacaq. 9 15'dən neçə faiz az, 9'un 15'dən neçə faiz az olduğunu tapmalıyıq. Bunun üçün 15'dən 9'u çıxarıq. 6, 15'in neçə faiz olduğunu tapmalıyıq. 6 bölü 15 vur 100. 3'ə ixtisarləsək 2 bölü 5 vur 100 bərabərdir 40 faiz. Və yaxud da 9 15'in neçə faiz olduğunu tapırıq. Bu 60 faiz eləyəcək. 100'dən 60 çıxıb 40 faiz də tapa bilərik.